2021-ci ilin may ayında bizim əvvəlcədən bizim Sustainatın bir dəstəsi Kəlbəcər ərazisinin Dəmir Dağ yüksəkliyi ərazisində yerləşmişdi. Əvvəlcədən məlumatlarımız var idi ki, hansı bir terror təxribat hadisələri yerinə yetirə bilərlər. 27-ci gecəsi müşahidə aparılır ki, bir dəstə dövlət sərhədini keçməyə cəhd edir və istiqamətləri təminat yollara tərəfdir. Biz onları baxdıq ki, qrupun hərəkətdə müəyyən etdik ki, bunlar adi bir əskərlər deyirlər, hərbçilər deyirlər. Tam mühafizəni götürərək, belə deyək də, hərəkət edirlər. Biz hərbçiləri hərəkətini görənlərə fikirləşdik ki, bu peşəkar xüsusiyyətlərdir və biz bunları imkan verdik ki, bizə dərinə tərəf hərəkət eləsinlər. Biz onların arxa hissəsini keçəndə mühasirə salındı və 6 nəfəri saxlanıldı. Məlum oldu ki, bunlar həmin bizim təminat yollarımıza və mövqələrimizin arxa yollarına tank əleyhinə və piyada əleyhinə minalar düşürlər. Saxlanılan vaxtı onların əllərində demək olar ki, mina yox idi, yəni ki, tulamışdılar. Biraz danışdırdıqdan sonra havada asıldı. Hara mina bastırmışlar, onları da yerlərini göstərdilər, biz onları çıxartdıq.